Salam dəyərli izləyicilər. MHM test toplusunun həqiqi ədədlər bölməsindən test 9-un 14 nömrəli sualının həllinə baxaq. Sualda qeyd olunur ki, A bərabərdir, tam hissə işarəsi daxilində kök altında 1, üstəgəl tam hissə işarəsi daxilində kök altında 2, üstəgəl tam hissə işarəsi daxilində kök altında 3, üstəgəl nəhayət tam hissə işarəsi daxilində kök altında 160 cəmini hesablayın. Yəni bu cəmin qiyməti tələb olunur. Cəmin qiymətini hesablamamışdan öncə bu cəmin hesablanmasında istifadə olunan bəzi anlayışları xatırlayaq. Cəmə diqqət yetirdikdə görürük ki, cəmdə iştirak edən hər bir toplanan, yəni tam hissə işarəsi daxilində olan hər bir toplanan n natural ədəd olduqda kök altında n şəklindədir. Fərz edək ki, bu şəkildəki ədədin tam hissəsi x-ə bərabərdir. Onda tam hissə funksiyasının xassəsinə görə ədədin özü ilə tam hissəsi arasında aşağıdakı bərabərsizliyi yazmaq olar. X kiçik bərabərdir kök altında n-dən, o da kiçikdir x üstəgəl 1-dən. Bərabərsizliyi tərəf-tərəfə kvadrata yüksəltsək alarıq ki, x kvadratı kiçik bərabərdir n-dən, o da kiçikdir mötərizədə x üstəgəl 1 mötərizə kvadratından. Bu bərabərsizliyi ödəyən natural n ədədlərinin sayını tapaq. Say bərabərdir mötərizədə x üstəgəl 1 mötərizə kvadratı çıx x kvadratı, o da bərabər 2x üstəgəl 1-ə. Sonuncu ifadə onu göstərir ki, ədədin tam hissəsi olan x ilə onun sayı arasında əlaqə var. Deməli, ədədin tam hissəsi x isə sayı 2x üstəgəl 1 olur. Məsələn, əgər tam hissəsi 1 olan ədədlərin sayını axtarırıqsa, onlar 3-dən olur. 2 vur 1 üstəgəl 1. Tam hissəsi 5 olan bu şəkildə ədədlərin sayını axtarsaq, onda həmin ədədlərin sayı 2 vur 5 üstəgəl 1, 11 olar. Tam hissəsi 6 olan ədədlərin sayını axtarsaq, 2 vur 6 üstəgəl 1, 13 olar. Deməli, biz cəmdə iştirak edən tam hissəsi 1 olan, 2 olan, 3 olan və nəhayət tam hissəsi 12 olan ədədlərin sayını asanlıqla tapa bilərik. Əvvəlcə onun tam hissəsini taparıq. Tam hissəsi x-dirsə, deməli sayı 2x üstəgəl 1-dir. Düsturumuza görə, deməli, tam hissə x olduqda tam hissə x olarsa, onların sayı, yəni tam hissəsi x olan ədədlərin sayı, onların sayı 2x üstəgəl 1 olar. Tək ədəddir. Diqqət yetirək. Deməli, ədədin tam hissəsini tapsaq, sayını asanlıqla tapmış olarıq. İndi cəmi hesablayaq. A bərabərdir. Tam hissə işarəsi daxilində kök altında 1, üstəgəl, tam hissə işarəsi daxilində kök altında 2, üstəgəl, tam hissə işarəsi daxilində kök altında 3, üstəgəl, nəhayət, tam hissə işarəsi daxilində kök altında 160 bərabərdir. Cəmə də diqqət yetirdikdə görürük ki, tam hissəsi 1-ə bərabər olan ədədlərin sayı 3 dənədir. 3 dənə. Deməli, 3 dənə tam hissəsi 1-ə bərabər olan ədəd varsa, bu o deməkdir ki, 3 dənə 1 toplananı var. 3 dənə 1 toplananını cəmi tapmaq üçün biri onların, yəni tam hissəni onların sayına vurmaq lazımdır. Bu sayı 3 əvəzinə, yəni biz sayı, burada x1 olduqda 2x üstəgəl 1 3-ə bərabər olur. Lakin 3-ün əvəzinə sayı 2x üstəgəl 1 formasında göstərəcəyik. Ona görə ki, həmin cəmi yenidən hesablayanda toplananları bu şəkildə göstərməyə ehtiyac yaranır. Biz də əvvəlcədən toplananları o şəkildə göstərək. Deməli, tam hissəsi 1-ə bərabər olan ədədlərin sayı 3 dənədir. Yəni 2 vur 1 üstəgəl 1 dənə. Onda onların cəmi belə olar. 1 vur mötərizədə 2 vur 1 üstəgəl 1. Üstəgəl. Tam hissəsi 2 olan ədədlərin sayını tapaq. Tam hissəgəl 2-dirsə, sayı 2 vur 2 üstəgəl 1-dir. 2 vur 2 üstəgəl 1 mötərizədə. Yəni onların cəmini tapmaq istəyiriksə, tam hissəsini sayına vurmalıyıq. Üstəgəl,
Tam hissəsi 3 olan ədədlərin sayı 3 vur 2 vur 3 üstəgəl 1 bərabər 7-dən olur. Onların cəmini tapmaq üçün tam hissəni, yəni 3-ü sayına vururam. 2 vur 3 üstəgəl 1-ə. Üstəgəl nəhayət tam hissəsi 11 olan ədədlərə baxaq. Nə üçün buna baxıram? Kök adda 160-ın tam hissəsi 12-yə bərabərdir. Lakin tam hissəsi 12 olan bütün ədədlər verilməyib. Tam hissəsi 11-ə qədər olanlar hamısı verilib. Onların ayrı qruplaşdıraq. Sonra tam hissəsi 12 olan ədədlərin sayını ayrıca tapaq. Tam hissəsi 11 olan ədədlərin sayını asanlıqla yuxarıda yazdığımız qaydaya görə tapa bilərik. Tam hissəsi 11-dirsə, 11 vur mötərizədə onların sayı 2 vur 11 üstəgəl 1, yəni 23 dənədir. Deməli, tam hissəsi 11-dirsə, sayı 1 o qədərdirsə, cəmi tapmaq üçün 11-i saya vurmalıyım. 11 vur 2 vur 11 üstəgəl 1. Üstəgəl tam hissəsi 12 olan ədədlərin sayına baxaq. Tam hissəsi 12 olan ədədlərin sayı kök adda 144-dən 12 çıxır. Yəni tam hissəsi 12 olan birinci ədəd kök adda 144-dür. Axırıncı ədəd burada kök adda 160-dır. Deməli, onda bu ədədlərin sayını tapmaq üçün deməli 160-dan 144-ün çıxırıq 16, üzərinə 1 gəzsək 17-dən olur. Deməli, tam hissəsi 12 olan ədədlərin sayı 17 dənədirsə, onların cəmi 12 vur 17-yə bərabərdir. O da bərabərdir. Mötərizələri açaq, qruplaşdıraq. Birinci mötərizədən alarıq ki, deməli, 2 vur 1-in kvadratı üstəgəl 1. Üstəgəl. İkinci mötərizədən alarıq. 2 vur 2-nin kvadratı üstəgəl 2. Üçüncü mötərizədən alarıq. 2 vur 3-ün kvadratı üstəgəl 3. Üstəgəl nəhayət 2 vur 11-in kvadratı üstəgəl 11. Üstəgəl 12 vur 17. O da bərabərdir. Hansı ədədlərdəki kvadrat iştirak edir? Hansı toplananlarda kvadrat var? Onları bir qruplaşdıraq və 2-ni ortaq vuruq olaraq mötərizə xaricinə çıxaraq. Onu da alarıq ki, 2 vur mötərizədə 1-in kvadratı, üstəgəl 2-nin kvadratı, üstəgəl 3-ün kvadratı, üstəgəl nəhayət 11-in kvadratı. Üstəgəl digər toplananları bir qruplaşdıraq. 1, üstəgəl 2, üstəgəl 3, üstəgəl nəhayət 11, üstəgəl axırıncı toplanan 12 vur 17. O da bərabər. 1-dən n-ə qədər natural ədədlərin kvadratları cəmi düsturundan istifadə edib birinci mötərizəni hesablayaq. Alarıq 2 vur, həmin düstura görə 6-da, düstur belədir. 6-da sürətdə yazılır. N vur, n üstəgəl 1 mötərizədə, vur mötərizədə 2-in üstəgəl 1. N-in qiyməti 11-dir. Bizdə axırıncı hədd 11-dir. 11 vur, 11 üstəgəl 1, yəni 12 vur, o 2 vur 11 üstəgəl 1, yəni 23. Üstəgəl 1-dən 11-ə qədər ədədlərin cəmi ədədi silsilə olduğuna görə bu ədədi silsilənin cəmini tapanda birinci hədd üstəgəl axırıncı hədd böl 2 vur sayı, yəni 11 üstəgəl 12 vur 17. O da bərabərdir. 6 ilə 12-ni ixtisar aparaq. Buradan 2 alarıq. Alarıq ki, 2 vur 11 vur 2 vur 23. Yəni 44 vur 23. Üstəgəl 1-in üstə 11 gəlsək 12 böl 2 6. 6-nı 11-ə vuranda 66. Üstəgəl 12 vur 17. O da bərabərdir. Bərabərdir. Birinci hasil 1012 verir. Üstəgəl 66, üstəgəl 204. O da bərabərdir 1282. 1282. Cavab C variantı.